Deməli, əziz şagirdlər, gəlin biz indi bu misalın izahına baxaq. Bu informatikanın ən vacib mövzularından biridir. İmtahana minimum 8, maksimum 12 sual düşür. Ona görə bütün xırdalıqlarını bilməliyik. Baxın, nə edirsiniz? Bax, deməli, bu tip belə bir dənə misalımız var. Şərtləri görürsünüz. Aha, şərtləri görürsünüz. Baxın, iflər ikisi nədir? Ya, bu formadadır. Bax, bu nədir? Elə bil ki, if şərt verib. Bu məktəbdir, sizin məktəbiniz. Siz əgər o məktəbin şagirdisinizsə, sizi qapıda yoxlayırlar. Əgər şagirdisinizsə, içəri buraxırlar. Bax, bu hamısı, elə bil ki, bu bir dənə operator hamısına, if operatoruna aid misallardır. Yəni, siz bir-bir yoxlayırsınız. Baxın, qiymətləri verilib. Aha, A-nın qiyməti neçədir? 11. B-nin qiyməti 9. Bu şərt ödəndimi? Xeyr, təbii ki, 9 11-dən böyük deyil. Bu getdi. Baxın, bunun hamısı getdi. Düşürük LC-yə baxırıq. Bir də bir şey xatırladım. Əgər if şərti ödənsə, daha LC-yə, elifə baxmağa ehtiyac yoxdur. Aydındır? Gəlib baxırsınız. Deməli, C-nin qiyməti neçədir? 10. A-nın qiyməti neçədir? 11. Bu şərt ödəndi? Təbii ki, ödənmədi. Bu da getdi. Gəlir, indi bu şərtə baxırıq. Baxın, A-nın qiyməti neçədir? 11. B-nin qiyməti neçədir? 9. Şərt ödəndi? Ödənmədi. Gəldik LC-yə. Bir-bir, mərhələ-mərhələ baxırıq. LC-də şərt yoxdur ki? Yox. Gətirib burada C-nin qiymətini, yəni bu C-nin yerinə yazırıq 10. Üstünə gəlinsin 10. Nə elədi? 20. Aha, C-ni tapdıq 20. Bir də burada sərbəst bir dənə printimiz var. İndi gəldik əsas məsələ. Burada görək çapa nə verilir? A-nın qiyməti sizə verilir. Baxın, yazıram 11. Üstə gəlinsin. B-nin qiyməti neçədir? 9. Aha, çoxunuzun burada səhv elədiyini mən bilirəm. Deməli, siz nə eləmişsiniz? Gəlib burada C-nin qiymətini 10 qoymuşsunuz. Axı, mən algoritm dərsini sizə keçəndə də dedim ki, yeni qiyməti alır, köhnə qiyməti unudur. Baxın, C yeni qiymət alıb 20. Gəlib burada 10 yox, gətirib 20. Yeni qiyməti qoyursunuz. Aydın oldu hamıya. Deməli, yazırsınız 20. Bərabər 11, üstə gəl 9, 20. Üstə gəl 20. Elədi nə? 40. Deməli, bizə çapa veriləcək 40 qiymət. Bu misalın izahına baxaq. Misalın izahına baxmamışdan öncə mən ilk öncə sizə qısa qaydalar deyim. Yadınızda saxlayın. Baxın, bir var. Belə bir işarə. Belə, bu formada. Baxın, bu yadınızda saxlayın ki, tam hissəni bildirir. Qalıq. Bu da fərqlilik işarəsidir. Aha, gəlin indi yoxlayaq. Baxın, A-nın qiymətini verib 25, B-nin qiymətini 54. Gəlirsiniz, bu şərtdə yoxluyursunuz. Baxın, A-nın yerinə qoyursunuz 25. Bunu bölürsünüz 7-yə. Neçə dəfə yerləşəcək? 3 dəfə. 21, 4. Aha, baxın, bu tam hissəni bildirir. Bu qalıq. Yəni, bu format olacaq. Bizdə 2 dənə xətti deyək. Gəlirsiniz, bunu götürürsünüz. Yəni, 3. Fərqlidir işarəsi, bərabərdir. İndi gəlirsiniz, B-nin dəyərini, qiymətini qoyursunuz 54, bölünsün 7. Neçə dəfə yerləşəcək? 7 dəfə 49, 5. Aha, bu dəfə yadınızda saxlayın ki, qalıq hissə olduğuna görə 5-i götürürsünüz. Aha, gəldik, baxırıq. 3 5-dən fərqlidirmi? Hə. Deməli, buna giriş verir ki, icazə verir ki, sən gir onu hesabla. Baxın, C-nin dəyəri neçədir? 8. C bərabərdir. C-nin dəyəri yenə 8. Üstə gəlinsin. A-nın dəyəri, baxın 25. Bölürəm 8-ə. Neçə dəfə yerləşəcək? 3 dəfə 24, 1. Aha, bizdən qalıq hissəsini soruşur. Nə elədi? 1. Aha, gəldik, 1-i götürdün, yerinə qoyduq. Bax, C-nin dəyərini 8 verdi, bu da elədi 9-a. Aha. Belə saxlayırıq. Gəldik LC-yə. Bax, bu if ödəndi deyə LC-yə getməyə ehtiyac yoxdur. Çünki if ödəndi. Gəlirik, növbəti ifi yoxlayırıq. Baxın, əndin dəyəri neçədir? Ənd nə deməkdir? Ənd də hər iki şərt ödənməlidir. Orada biri ödənsə kifayətdir. Aha. Baxırıq, gəlirsiniz A-nın dəyəri 25, C-nin dəyəri neçə idi? Bayaqlarını tapdıq 9. 25, 9. Bu şərt ödəndi? Aha, ödəndi. Ənd elədim.
Gəldik S-nin dəyəri neçədir? 9. Aha, gəldik burada B-nin qiyməti. Baxın, B-nin qiyməti 54. Bu şərt ödəndi? Xeyr, ödənmədi. Ona görə bu getdi. Bu ödənmədi deyə bunu hesablamırıq. Gəldik Elifə baxırıq. A-nın dəyəri 25. Bölünsün 10. Neçə dəfə? 20. Qaldı 5. Yenə həqiqi, yəni tam hissəni soruşduğuna görə 2-ni götürürsünüz. 2, 7. Şərt ödəndi mi? Ödənmədi. Gəldik LC-yə. Baxın, LC verib bizə 10. C bərabərdir, C çıxılsın 10. Aha, C-nin dəyəri neçədir? Elə verib 10. A-nın dəyəri neçədir? 25. Cavab nə eləyəcək? Mənfi 15. Elə bizdən də zaten C-nin qiymətini soruşur. C də çapa verəcək, mənfi 15. Bu qədər sadə. Misalın izahına baxaq. Baxın, x-in dəyərini verib. Nə? Dırnağın içərisində 33. Bu 33, deməli, mən sizə demişdim ki, dırnağın içərisinə verilmiş ədəd sətr tipli ədəddir. Sətr. Baxın, 3 necə ədəddir? Int, yəni tamdır. Tam. Sətrə demişdim ki, tama vuranda, yəni gəlirsiniz burada, bax sətr, dırnağın içərisində 33-dür, vurulsun 3. Demişdim ki, sətri tam ədədə vuranda, tam ədəd neçədənərsə, baxın 3 deyil, sətr tipli ədəd o qədər təkrarlanır bitişik formada. Baxın, 33, 33, 33. Deməli, bu formada olacaq. İndi bu misalın izahına baxaq. Deməli, bu misalın mənası nədir? Baxın, count, mən Excel dərsində də sizə demişdim ki, say deməkdir. Saymaq. Gəlirsiniz, baxırsınız, bu A-dakı elementlərə, i elə bil A-dakı elementlərə istinadını göstərir də. Yəni, görək, bu A-dan elementləri götürür. Məsələn, bax, birincini başlayırıq. Neçəni? 3-ü. Gəlir B-yə baxırıq. Görək, B-də 3 varmı? Baxın, var. Neçə dənədir? Bir dənə. Gəlirsiniz bura, i-nin yerinə 1 qoyursunuz. Bax, sayına baxırsınız. 1 sıfırdan böyükdürmü? Aha, s-in yerinə gəlib bura qoyuruq. Baxın, 3-ü qoyursunuz, 1-i qoymursunuz. 0 üstə gəlsin 3. Neçə elədir? 3. Aha, gəldi indi 6-ya baxırıq. Görək 6 B-də var, yoxdur. Yəni 0. 0 sıfırdan böyük deyil, yəni ki deyil, o getdi. Gəldi indi 7-yə baxırıq. 7-dən neçə dənədir B-də? Bir dənə. Aha, gəldi indi bu 3-ün üstünə gəlirsiniz 7-ni. Bax, 7-ni qoyma məqsədim nə idi? Bir dənədir də 7-dən, B-dən neçə dənədir? Bir dənə. 1 sıfırdan böyükdürmü? Hə. S-in qiyməti oldu nə? 10. İndi gəlib baxırıq. 7-ni qoyandan sonra 1-ə baxırıq. 1 B-də varmı? Yox. Baxmırıq, yəni hesablamırıq. 9-a baxırıq. A-da var, amma B-də yoxdur. 9-a da baxmırıq. 0-a baxın, 0 A-da var, B-də yoxdur. 0-a da baxmırıq. Yəni sayı 0-dır. 0 0-dan böyük deyil deyə. Bax, mən onun üstünə gəlmirəm. Ha, nəzərə alın. Gəlirəm 6. 6 A-da var, amma B-də yoxdur. Baxın, yoxdur. Yenə də eyni qayda 0 0-dan böyük deyil ya da 0-dan kiçik deyil deyə onu da götürmürəm. Gəlirəm, baxırıq 4-ə. Bax, A-da da var 4, B-də də var 4. B-də neçə dənə? 4, bir dənə. Baxın, bir dənə 4 var. Deməli, 1 0-dan böyükdürmü? Aha, gəlirik bu tapdığımız onun üstünə. Baxın, S-in sonuncu qiyməti 10 idi. Onun üstünə gəlirik neçəni? 4-ü. O da eləyir 14. Bizdən elə S-in qiymətini soruşur, cavab eləyir 14.